Dekabr ayının 4 uğurlu bürcü. Zaman sizin üçün, ay sizin üçün aktivləşəcək. 4-cü sırada xərçənglər sizlərsiniz. Xərçənglər iş, pul, maddiyyata o qədər yüklənməlisiniz ki, bu yüklərinizdən qorxmamalısınız və öhdəsindən yüksək səviyyədə gələcəksiniz. Bütün maddisal finans işlərin hamısının belə deyim, risk etməlisiniz və pul maddiyyat baxımından özünüzü çox yüksək səviyyə ala bilərsiniz. Ən çox da belə deyim də şəxsi həyatla əlaqədar geriyə çəkilib maddisal beyninizi aktivləşdirməyiniz sizin üçün çox güclü olacaq. Çünki emosionallığınız dekabr ayında azalacaq. Məntiqi işə keçəcək. Üçüncü belə deyim də sırada olanlar isə oğlaqlar sizsiniz. Oğlaqlar doğruların hamısı üzə çıxacaq. Yəni sizə qarşı nə baş verirsə, ətrafınızda nələr məlumat almaq istəyirsə, evrənlə bir sizə işarələr göndərəcək və bu işarələr, bu puzzleları toplayaraq köhnə işlərin hamısını əldə edəcəksiniz və köhnə işlərin belə deyim də maddisal yarımçıqlıqlarını hamısını yenidən özünüzə doğru aktivləşdirib bu borclarınız da daxil ola bilər, bitirə bilərsiniz. İkinci sırada isə ox atanlar sizsiniz. Zaten ay sizin üçündür. Dekabr ayı ox atanların ayı olduğu üçün belə deyim də bir addımınızı üçə çevirəcəklər. Evrən sizin böyük bir çaba etmədən addımlarınızı sağlam, məntiqsal, ən çox da sağlamlıqla bağlı narahatçılıqlarınızı dekabr ayında sabitləyəcək. Beyninizi şəxsi həyatla əlaqədar olub tək ox atanlar varsa aktivləşəcək və pul maddiyyat baxımından sağlam addımlarla finans qapılarını öz gücünüzü açacaqsınız. Və dekabrın ən uğurlu birinci sırada olan bürcü balıqlar siz. Heç nə etməyə ehtiyac yoxdur. Evrən sizi o qədər qorumaya alıb ki, qəribə bir şeydir. Köhnə işləriniz də dayanacaq, yarımçıqlıqlarınız da dayanacaq. Şəxsiyyətlə əlaqədar böyük bir çaba etmədən də bitişlər olacaq və yeni ilə o qədər gözəl təkliflər, maddisal yeniliklər o qədər aktivləşdirəcəksiniz. Dekabr ayın belə deyim də sağlam 2026-ya doğru ən uğurlu şəkildə belə deyim də hərəkət edən bürcülərdən biri balıqlar siz olacaqsınız. Bu zamandan istifadə edin. Dekabr ayının 4 uğurlu bürcü. Zaman sizin üçün, ay sizin üçün aktivləşəcək. 4-cü sırada xərçənglər sizlərsiniz. Xərçənglər iş, pul, maddiyyata o qədər yüklənməlisiniz ki, bu yüklərinizdən qorxmamalısınız və öhdəsindən yüksək səviyyədə gələcəksiniz. Bütün maddisal finans işlərin hamısının belə deyim, risk etməlisiniz və pul maddiyyat baxımından özünüzü çox yüksək səviyyə ala bilərsiniz. Ən çox da belə deyim də şəxsi həyatla əlaqədar geriyə çəkilib maddisal beyninizi aktivləşdirməyiniz sizin üçün çox güclü olacaq. Çünki emosionallığınız dekabr ayında azalacaq. Məntiqi işə keçəcək. Üçüncü belə deyim də sırada olanlar isə oğlaqlar sizsiniz. Oğlaqlar doğruların hamısı üzə çıxacaq. Yəni sizə qarşı nə baş verirsə, ətrafınızda nələr məlumat almaq istəyirsə, evrənlə bir sizə işarələr göndərəcək və bu işarələr, bu puzzleları toplayaraq köhnə işlərin hamısını əldə edəcəksiniz və köhnə işlərin belə deyim də maddisal yarımçıqlıqlarını hamısını yenidən özünüzə doğru aktivləşdirib bu borclarınız da daxil ola bilər, bitirə bilərsiniz. İkinci sırada isə ox atanlar sizsiniz. Zaten ay sizin üçündür. Dekabr ayı ox atanların ayı olduğu üçün belə deyim də bir addımınızı üçə çevirəcəklər. Evrən sizin böyük bir çaba etmədən addımlarınızı sağlam, məntiqsal, ən çox da sağlamlıqla bağlı narahatçılıqlarınızı dekabr ayında sabitləyəcək. Beyninizi şəxsi həyatla əlaqədar olub tək ox atanlar varsa aktivləşəcək və pul maddiyyat baxımından sağlam addımlarla finans qapılarını öz gücünüzü açacaqsınız. Və dekabrın ən uğurlu birinci sırada olan bürcü balıqlar siz. Heç nə etməyə ehtiyac yoxdur. Evrən sizi o qədər qorumaya alıb ki, qəribə bir şeydir. Köhnə işləriniz də dayanacaq, yarımçıqlıqlarınız da dayanacaq. Şəxsiyyətlə əlaqədar böyük bir çaba etmədən də bitişlər olacaq və yeni ilə o qədər gözəl təkliflər, maddisal yeniliklər o qədər aktivləşdirəcəksiniz. Dekabr ayın belə deyim də sağlam 2026-ya doğru ən uğurlu şəkildə belə deyim də hərəkət edən bürcülərdən biri balıqlar siz olacaqsınız. Bu zamandan istifadə edin.